Hamını danışdırırsan, deyir ki, ürəyim təmiz adamam mən. Ən pis adam da bunu deyir. Mən neçəsini görmüşəm. İş qalmır eləməsin, oyun qalmır çıxartmasın, danışanda deyir ki, mən Allahın yanında ən təmiz adamam. Amma bax, bax, gör məndən nə istəyir? Məndən hansı əməllər istəyir? Bu ürəyi təmizliyin bir əlaməti var ya yox? Bu ürəyi təmizliyin gəlir bir əlaməti olar. İxlas.biz Deyirsən, müsəlman ya xristiyan, baxırsan əməlləri ikisi də eynidir. Deyir, bir nəfər müsəlmanla xristiyan danışdı, bu dedi, gəl İslama, gəl müsəlmansılığa, gör onu nəsihət elədi. Sonra getdilər, içki məclisində ikisi də oturdu, içdilər. Donuz əti ikisi də yedilər. Haram əməllər ikisi də elədilər. Xristiyan baxdı, dedi ki, mən də sənin kimi müsəlmanam. Heç fərqi yoxdur da elə, sənlə mənim heç fərqim yoxdur. Sənin müsəlmancılığın haradadır? Onlar da fəsaddan bezib, biz hələ indi fəsada doğru istəyirik gedək. Bir xalq gedib səhvə doğru, başa düşüb səhvdir, indi biz hələ o yolun başlanğıcında istəyirik ona tərəf gedək. Onu da gediblər, təcrübə ediblər, görüblər, sonu yoxdur onun. İndi istəyirlər qayıtsınlar, başqa bir yol axtarsınlar. Amma bizə onu başa salmırlar. Biz elə bilirik ki, Qərbin inkişafına nail olmaq üçün gərək başımıza açaq. Çılpaq gəzdikcə üzr istəyirəm, daha çox inkişaf edirik. Biz belə başa düşürük. Amma yox, müsəlman qadındırsa, ürəyi təmizdirsə, əlaməti onun hicabdır. Bu əlamətdir müsəlmançılığın. Müsəlmanın əlaməti namazdır, orucdur, ibadətdir, günahdan çəkinməkdir. Əleyhissalamdan nəsihət eləyir. Deyir, sənə iki cümlə deyirəm. Birincisi budur ki, o kəslərdən olma ki, axirət istəyirsən, amma əməl eləmirsən. Bu bir. İkincisi, o kəslərdən olma ki, uzun arzularla tövbəni təxirə salır. Tövbəni, deyirsən, tövbə elə, deyir, inşallah eləyərəm. Vallahi bir saat da bir saatdır. Bir saatın da mənası var. Biz deyirik, hərdən Ramazan ayı gəlir, tövbə eləyərəm. Həccə gedərəm, tövbə eləyərəm. Məşədə gedərəm, tövbə eləyərəm. Sabah eləyərəm, bir gün eləyərəm. Amma indi bu saat eləsən daha yaxşıdır. Çünki saat keçdikcə çətinləşir. Belə təsəvvür elə, insanın içində iki dənə ağac var elə bil. Bir xəbis ağacdır, günah ağacı. Bir də itayət ağacı. O günah ağacı günahlarla böyüyür. Günahlar onun qidasıdır, suyudur. Savab ağacı da ibadətlərlə böyüyür. Hər ikisinin də məhsulunu özümüz götürəcək axırda. İndi bu ağac nə qədər balacadır, sən də cavansan, o günah ağacını kökündən çıxartmaq bir əlindən çıxardarsan. Görürsən, ağacı təzə bastırsan yerə, onu çıxartmaq daha rahatdır. Yox, zaman keçdikcə o ağacın kökü böyüyür, o özü ucalır, böyüyür, sən də qocalırsan. Sən zəifləyirsən, o böyüyür, onu da çıxartmaq çətin olur. Bəzən mümkün olunur. Odur ki, tövbə ilə cavan üçün yaxşıdır. 60 yaşda kişi da heç nə eləyə bilmir. İstəsə də günah eləyə bilmir, da tövbənin mənası nədir? 70 yaşda kişidir, eşitmişdiniz o gəldi, deyirlər Ayətullah Mişkinin yanına. Deyim, mən ömrü boyu zurna çalmışam, cəmaat oynayıb. İndi gəlmişəm, tövbə eləyəm. Ay Mişkini dedi, hələ bir çal zurnanı görüm çala bilirsən. Gördü ki, dişləri tökülüb, çala bilmir. Dedi də, zurna çala bilməyəndən sonra tövbənin mənası nədir? Və bunu eləyə bilmirsən onsuz da. Bir halda ki, insan günahı eləyə bilmir, 90 yaşda kişidir, 100 dəfə desin tövbə, o tövbənin o qədər mənası yoxdur. Heç o tövbə halını əldə eləyə bilməz. Tövbənin mənası o zaman olur ki, insan cavandır. İnsan günaha tərəf gedə bilər. Tövbə eləyir, hər biriniz gedin təcrübə eləyin. Bunu xüsusən gənclərə mən deyirəm. Heç bir axundun mollanın yanına da getmək lazımdır tövbə üçün. Bəzilər deyir ki, tövbə üçün ki, mərasim qurasan, gedəsən filan məscidə, gətirib Quran qoyalar, cəmaat da baxa, oturasan, hamının huzurunda tövbə eləsən, bu qətiyyən düzgün işdir. Ümumiyyətlə, insan günahını kiminsə yanında deməməlidir. Günahın özü bir günahdır, başqasına danışmaq özündən də böyük günahdır. İnsan günahdan tövbə eləmək istəyirsə, otursun xəlvət, 2 rükət namaz qılsın. Bacarırsa göz yaşı ilə əlini Allahın dərgahına qaldırsın, desin, Allah məni bağışla. Mən də bu günahı eləməyəcəm. Çünki Allah çağırır, la təqnətu min rəhmətillah.
İnnəllaha yəğfiruz-zunubə cəmi'a. Ey möminlər, Allahın rəhmətindən naümid olmayın, çünki o günahları bağışlayandır. O bütün günahları bağışlayar. Gedin təcrübə eləyin, xalis niyyətlə tövbə eləyin, bir gün o tövbəyə riayət eləyin, hələ çox demirəm. O bir gün ərzində baxın, görün ibadətləriniz necə dəyişir, halınız necə dəyişir. O bir gün ərzində. Biz tövbə eləməyib namaz qılırıq deyə bizim namazımızın ləzzəti yoxdur. Nəyə Peyğəmbər deyirdi, ərihni ya Bilal, ay Bilal dur bizi rahatlandır, azan verməyə çağıranda Bilalı. Çünki namazda ruhu dincəlirdi. Ona görə ki, pak ruhla namaza daxil olurdu. Dəstəmazın bir mənası da budur. Dəstəmazın batini mənası var. Yəni insan dəstəmazla başa düşsün ki, ruhumu da gərək tövbə suyu ilə yuyam namaza daxil olam. Necə cismimi yuyuram, ruhumu da gərək tövbə suyu ilə yuyum namaza daxil olum. O halda namaza daxil ol, gör Subhanallahın nə qədər ləzzəti var insana. Bu misalı mən çox demişəm. Ən dadlı yeməyi xəstə adamın qabağına qoy, ürəyi bulanır, yeyə bilmir. Ən dadlı, ləziz yeməyi. Sağlam vaxtı onu iştahla yeyirdi. Amma xəstədir deyə yeyə bilmir, qaytarır, xoşuna gəlmir. İbadət də ruhun qidasıdır. Ruhu sağlam adamlar ləzzətlə yeyir onu. Ruhu xəstə adamlar ondan ikrahla, tez qutarım namazı. Bir alim vardı, namaz qılırdı, zarafat edirdi hərdən. Namazı qılan kimi çəkilirdi bir tərəfə, belə kənara. Deyirdi, ağa, niyə belə edirsən? Deyirdi ki, bilirəm ki, başıma vururlar, çəkilirəm dala. Qılan kimi qaytarıb vururlar başıma. Ona görə ki, namazın heç bir hissəsində sən diqqətin Allah'da olmur. O ibadətdən ləzzət ala bilmirsən. Amma İmam Səccad əleyhissalamın ibadətinə bax, niyə o şövqlə namaz qılır? Niyə o ləzzətlə ibadət edirdi? Ona görə ki, təmiz ruhla ibadətə daxil olurdu. Tövbə eləmiş halda, hərçənd onların ki, günahı yox idi. Amma İmam Səccad elə ağlayır, mən böyük günah eləyə heç o qədər vecim olmur. Ona görə tövbə Allaha insanı yaxınlaşdıran ən gözəl vasitədir. Bir dənə hədisi qudsi də deyim, sözümü tamamlayayım. Allah deyir ki, günahkarın naləsi mənim yanımda təsbih deyənin təsbihindən daha üstündür. Bir günahkar insan göz yaşı tökürsə, Allaha yönəlirsə, ağlayırsa, bu göz yaşının qiyməti Subhanallahdan daha fəzilətlidir mənim üçün. Çünki Allah xoş deyir, insanın halında dəyişiklik olar. Ona görə Həzrəti Musa dedi, ay aləm, alimlərin Rəbbi. Allah dedi, ləbbeyk. Dedi, ay abidlərin Rəbbi. Allah dedi, ləbbeyk. Axırda dedi, ay günahkarların Rəbbi. Deyir, nida gəldi 3 dəfə, ləbbeyk, ləbbeyk, ləbbeyk. Həzrəti Musa soruşdu ki, ilahi, niyə alimlərin Rəbbi dedim, bir dəfə cavab verdim. Abidlərin Rəbbi dedim, bir dəfə cavab verdin. Amma günahkarların Rəbbi deyəndə 3 dəfə cavab verdin. Allah buyurdu ki, alimin elmi var, abidin isə ibadəti. Amma günahkarın məndən başqa heç kəsi yoxdur. Günahkar ancaq mənə pənah gətirir, mənim qapıma gəlir, ona görə onu elə bil ki, necə əlləri açıb kimisə qarşılayarsan, əziz adamın. Allah tövbə eləyən adamı belə təsəvvür elə ki, əllərini açıb qarşılayır ki, mənim bəndəm mənə tərəf gəlir. Hədisdə var, Allahın tövbənin, eləyənin tövbəsinə sevinməsi, susuz adamın səhrada su tapanda necə sevinər? Allah bəndənin tövbəsinə elə sevinir. Hərçənd ki, onun bizim tövbəmizə ehtiyacı yoxdur. O istəyir ki, biz səadətə çataq, biz insan olaq və biz o nə dərəcələr ki, bizim üçün hazırlayıb, istəyir onu bizə verər. Amma biz hərdən arxa çevirib qaçırıq, Allah da biz ona tərəf qaydanda hədisdə var ki, sevinər ki, mənim bəndəm mənə tərəf gəldi və onu heç zaman qapısından əli boş qaytarmaz.